Salam əziz və hörmətli izləyicilər. Yenidən sizləri xoş gördük. Sizin əvəzinizdən ziyarət edirik proqramında. Məlum məsələlərə görə çoxdandır sizin huzurunuza çıxa bilmirik. Amma inşallah Allahın izni və Əhl-i Beytin köməkliyi ilə bundan sonra yenidən sizin xidmətinizdə olacaq. Bildiyimiz kimi bu günlər bu ayın əvvəlindən ortasına qədər İmam Kazim əleyhissalamın balalarına, övladlarına aid olan günlərdir. Bu ayın əvvəli hal-hazırda hərəmində olduğumuz İmam Musa ibn Cəfər, İmam Kazim əleyhissalamın qızı Həzrət Məsumə salamullah əleyhanın dünyaya gələn günü Mövlud günü idi. Və bu ayın 11-də İmam Kazim əleyhissalamın oğlu və 8-ci imamımız və Həzrət Məsumə salamullah əleyhanın böyük qardaşı İmam Rıza əleyhissalamın Mövlud günü idi ki, bu günlərə kəramət 10 günlüyü deyilir. Bu 10 gün, kəramət 10 günlüyü sayılır ki, dünənləri İmam Rıza əleyhissalamın Mövludu idi. Elə ona görə də mən istəyirəm İmam Rıza əleyhissalam barədə bir neçə məlumatı siz əzizlərə çatdırım. Mövzumu İmam Rıza haqqında düşündüyüm çoxlu mövzular var. İmam Rıza əleyhissalamın həyatı, əxlaqı, səciyyələri, elmi səviyyələri və digər məsələlər, düşmənlə mübarizəsi. Amma ən gözəl və bugünə aid olan və insanların da ən çox ehtiyacı olduğu məsələlərdən birini tapdım və istəyirəm onun barəsində sizə danışım. Mövzum İmam Rıza əleyhissalamın səfərində vilayət məktəbidir. İmam Rıza əleyhissalam bildiyiniz kimi Məmunun əmri ilə məcburi səfər etməyə və öz ata-baba yurdu olan Mədinədən çıxmağa və Xorasanda təqribən 5 il yaşamağa, sonra da orada şəhid olub dəfn olunur. Məcbur qalır İmam Rıza əleyhissalam buna. Mən bu səfər boyunda İmam Rıza əleyhissalamın həm danışıqlarında, hədislərində, həm davranış və hərəkətlərində vilayət nöqtələrini, vilayət məktəbini və vilayət məsələsini istəyirəm siz əzizlərə çatdırım. Bilirsiniz ki, İmam Rıza əleyhissalam artıq gördü ki, məcburdur, çünki bir neçə dəfə deyilmişdi və qəbul etməmişdi. Gördü artıq məcburdur və Məmun tərəfindən göndərilən xüsusi bir dəstəklə Mərvə, oradan sonra Xorasana gəldi. İmam Rıza əleyhissalam yola düşməmişdən öncə Mədinədə öz əhli əyalını, övladlarını, bacı qardaşlarını, bütün qohum əqrabalarını öz başına yığdı, Haşimiləri bir yerə yığdı və onlar üçün söhbət elədi. Söhbətdə vilayətə aid olan nöqtə bundan ibarətdir ki, buyurdu: Ey mənim əhl-i beytim, ey mənim tərəfdarlarım, mənim üçün ağlayın. Çünki mən bu səfərdən qayıtmayacağam. İmam Rıza bu sözdən bir neçə məsələni çatdırmaq istəyirdi ətrafdakılara. Məsələlərdən biri də bu idi ki, artıq Allahın yer üzündəki vəlisi, yəni sizin imamınız sizdən ayrılır. Bu müddət ərzində sizin imama əliniz çatmayacaq. Sizin vəliyə əliniz çatmayacaq. Vəli artıq sizin aranızdan çıxıb gedir. Vəlinin boşluğu, imamın, belə deyək, fiziki cəhətdən sizin yanınızda yoxluğu sizin üçün bir müsibətdir. Ona görə də ağlayın insan. Nə vaxt ağlayır? İnsanın başına müsibət gələndə, bəla gələndə insan ağlayır. İmam istəyirdi burada çatdırsın ki, imamın sizin aranızda olmaması
sizin üçün bir bəladır, sizin üçün bir müsibətdir. Sizin üçün bir çətinlikdir. Ona görə də bu müsibətə oturun, ağlayın. İmamdan uzaq düşmənizə oturun, ağlayın. Ağlayın ki, bəlkə Allah bu göz yaşlarına rəhm eləyər. Çünki qəlb yumşalır, Allah qorxusu qəlbə gəlir, xovf gəlir və insanın gözündən yaş tökülür. O anda Allah insanın dualarını qəbul edir. Çünki buyururlar ki, Allah fi qulubin munkəsərə, sınmış qəlblərdədir. O qəlbi tez eşidir. Buyurur ki, yəni ağlayın, ağlayın ki, bəlkə Allah bu ağlamağınıza xatir rəhm eləsin sizə və yenidən sizi imamınızla görüşdürsün. Ya imamınızı sizə qaytarsın, ya sizi imamınıza çatdırsın, ya sonraki imamın huzurunda ola biləsiniz. Bu birinci bir məsələ. Xırda izah elədim, çox istəmədim, dərin izah edim. Bundan ibarət idi ki, Allahın yeryüzündə xəlifəsi, peyğəmbərlərdən sonra onların canişinləri və imamlar, hal-hazırda 8-ci imam, peyğəmbərin 8-ci canişini buyurur ki, mən gedirəm, mənsizliyə ağlayın. İmamsızlığa ağlayın. Demir ki, ey məsumə, qardaşın gedir, qardaşın üçün ağla. Ya ey Əhməd, ey Yəhya, digər qardaşları ki, mən gedirəm, qardaşınız üçün ağlayın. Xeyr. İmamın dediyi söz budur ki, imam gedir. İmamdan uzaq düşmənizə görə ağlayın. Həqiqətən də insanın vəlidən uzaq düşməsi çox çətin məsələdir. Bildiyimiz kimi, burada bir mötərizədə bir nöqtəni sizə çatdırım. Şiə əqidəsində budur ki, bu vilayət məktəbi, bu vilayət xətti imamlarla bitmir və sonuncu imamımız Həzrət Höccət İbn Həsənin icazəsi ilə və hədisi ilə ondan sonra müştehidlər ümumi və rəhbər xüsusi halda imamın nümayəndəsi hesab olunur. Və biz bu günlərdə, bu tarixdə, bu həyatımızda İmam Zaman ağanın qeybi dövründə İmam Zaman ağanı görməsək də, onun vəlisindən uzaq düşməyin, onun vəlisinin bir müddət aramızda olmasının nə qədər ağır olduğunu bu son günlərdə, bu yaxın günlərdə, bu müharibə günlərində gördük və dərk etdik. Həqiqətən də vəli-i fəqihin, imamın nümayəndəsinin şəhid olması, aramızdan getməsi bizim möminlərin qəlbində o qədər böyük bir yara açdı, o qədər ağır bir yara açdı ki, möminlər hələ indiyə qədər özlərinə gələ bilməyiblər. Hələ bu imamın nümayəndəsidir. Görün, imamın, vəlinin, özünün insanların arasından ayrılması və ya şəhid olması nə qədər çətin bir şeydir. Və biz o 9-10 gün ərzindəki yeni vəli-i fəqih seçiləcəkdir və seçildi. Allah gözlərimizi onun seçilməsi ilə nurlandırdı, qəlbimizi şad etdi. O 9 gün ərzində həqiqətən də çox çətin gündə idik. Həqiqətən də möminlər çox çətin bir halda idilər. Əlhəmdülillah. Vəli seçildi. Vəli seçilən kimi qəlblər yenə də aram oldu. İmamların həyatında biz baxırıq, bunu görürük. İmam şəhid olur, möminlər, şiələr qəmə düçar olurlar, qəmə bürünürlər, matəm içində olurlar. Amma yeni imam seçilən kimi, imam ki, imamın getməyi ilə seçilir və Peyğəmbərin deməyi ilə, adları ilə seçiliblər. Sadəcə olaraq yeni imamla insanlar beyətə gəlirlər, yeni imam insanların içinə çıxır, onlar üçün söhbət edir, qəlblər aram olur. Və biz bunu vilayət fəqih məsələsində də gördük. Və biz şiə alimlərinin çoxlarının nəzəri, xüsusilə də İmam Xomeyni kimi böyük alim, arif, filosof, müfəssir və böyük şəxsiyyətin nəzəridir ki, vəli fəqihin vilayəti eyni ilə Peyğəmbərin vilayəti kimidir. Bu vilayət, vilayətlikdə imamın və Peyğəmbərin vilayətindən heç bir fərq yoxdur.
Şəxsiyyətdə bəli, fərq var. Onlar Allah tərəfindən seçilmiş, məsum və ilahi elmə malik olan şəxslərdir. Amma bunlar özlərini o həddə qaldırmaq istəyən və o həddə çatdırmaq istəyən şəxslərdirlər ki, öz nəfslərini aradan aparıb ilahiləşdiriblər özlərini. Yəni, Allahın zatında, Allahın varlığında özlərini məhv ediblər. Ona görə də bu vilayət məsələsində Peyğəmbər olsun, Peyğəmbərin nümayəndəsi olsun, imam olsun, imamın nümayəndəsi olsun, heç bir fərq yoxdur. Və itaət də eyni də onlar kimidir. Necə ki, Ətiullah və Ətiur Rasul və ulil əmri minkum eyni formadadır. Necə bəzi məzhəb və firqələrin bizimlə bəhsləri buradadır ki, imamların vilayəti Peyğəmbərin vilayəti kimi deyil, eyni ilə bəzilərinin bəhsləri buradadır ki, vilayət fəqihin vilayəti imamların vilayəti kimi deyil. Xeyr, orada onlara verdiyimiz, o məzhəblərə verdiyimiz cavablar kimi ki, imamların vilayəti Peyğəmbərin vilayəti kimidir. Burada da həmin cavabdır. Vəli fəqihin vilayəti Peyğəmbər və imamların vilayəti kimidir. Çünki xət eyni xətdir, yol eyni yoldur, əmr eyni əmrdir. Onlar da Allah üçün çalışırlar, bunlar da Allah üçün çalışırlar. Onlar da Allah üçün əmr edirlər, bunlar da Allah üçün əmr edirlər. Vəli fəqih də Allahın əmrini deyir, Peyğəmbərdir, imamdır. Onu çatdırırlar, onun üçün can verirlər, qan verirlər, mübarizə aparırlar. İmam Hüseyin Aleyhisselam ona görə, Allaha görə, Allahın dininə görə, Allahın yeryüzündə həqqaniyyətini ispat eləməyə görə, Allahın yeryüzündə hakimiyyətini qorumağına görə özü və ailəsi mübarizəyə daxil oldu. Vəli fəqih də Həzrət Ayətullah şəhid İmam Seyyid Əli Hüseyni Xamneyi də onun üçün gəldi, onun üçün həyatını qoydu, onun üçün mübarizə apardı, onun üçün əziyyətlərə düşər oldu, onun üçün sürgün oldu, onun üçün müharibə elədi, onun üçün zindana düşdü və onun üçün şəhid oldu və ailəsi ilə. Bəs bu məsələlərdə heç bir fərq yoxdur. İmam Rıza İslamın birinci mesajı insanlara buydu ki, bilin ki, vəli, Allahın vəlisi sizdən ayrılır və bu vəlinin sizdən ayrılması sizin üçün böyük bir müsibətdir. Bilirsiniz ki, hədisimiz var. Əgər yeryüzü bir an belə hüccətsiz qalsa, Allah yeryüzünü aradan aparacaq. Yəni, qiyamət qopacaq artıq. Var hədislərimiz ki, İmam Zaman Ağa şəhid olandan sonra rəcət ki, baş verəcək. Rəcətdən sonra artıq qiyamət olacaq. Çünki yeryüzündə artıq vəli yoxdur. Hüccət yoxdur. Allahın hüccəti yoxdursa, yeryüzünün qalmağının mənası yoxdur. Çünki Allah insanları bu hüccətə görə yaradıb. Bu hüccət olduğu üçün insanların yaşama haqqı var. İnsanların nəfəs alma haqqı var. İnsanların Allahın nemətlərindən istifadə eləmək haqqı var. Allahın nümayəndəsini öldürürsənsə, Allahın yerində niyə yaşayırsan sən? Allahın hüccətini sən aradan aparırsansa, sən onun evində necə qala bilərsən? O gəmidə oturub gəmiçi ilə dalaşmaq məsələsi var ha. Bax, ona oxşayır. Bu Allahın yeridir. Allahın məhzəridir. Təsəvvür edin, bizə bir nəfər bir ev tikib verib, deyib gəlin orada ev sahibi ilə bir yerdə yaşayın. Bu ev filan kəsin, məsələn, ev tikib bizə ev sahibi verib, deyib gəlin mənlə bir yerdə yaşayın. Biz gəlib ev sahibini oradan çıxartmaq istəyirik. Ev sahibini oradan, məsələn, aradan aparmaq istəyirik. Allahın vəlisi, Allahın hüccətinin yeryüzündə olan əhəmiyyəti, bax, bundan ibarətdir. Hüccət, İmam Rıza Aleyhisselam bunu bildirdi ki, mən gedirəm, siz bir müddət Allahın hüccətinə əliniz çatmayacaq. Bu müsibət üçün ağlayın. Və mən bundan dönməyəcəm.
bu səfərdən dönməyəcəm. Mən qürbətdə öz ata-babamın yurdundan uzaq bir yerdə dəfn olunacam. Söz yox ki, bu Allahın bizə bir lütfüdür ki, İmam Rıza bu torpaqlarda dəfn olunub və biz Azərbaycan, İran, bu yaxın xalqlar İmam Rıza aleyhissalamdan tez-tez istifadə edə bilirik, onun hərəmindən istifadə edə bilirik, onun xidmətinə yetişə bilirik. Onun hərəmi, onun ziyarəti möminlərin qəlbinə aramlıq verir. Möminlərin, fəqirlərin həcc ziyarətidir. İnsanlar orada aram tapırlar. Səfər baş verir, səfər boyu çoxlu hadisələr baş verir ki, Rəca ibn Zəhhak bunları diqqətlə yazır. Rəca ibn Zəhhak Mə'munun baş müşaviri idi. Amma qəlbində Əhl-i Beytə qarşı düşmənçilik yox idi və Əhl-i Beytlə düşmənçilik etməmişdi. Və yol boyu da imama hörmət edir həmişə. Bunları bir-bir qeyd edir, sonradan gəlir. Bunları Mə'muna bir-bir hamısını ərz edir, çatdırır, nöqtəsinə qədər. Hara getdi, neynədi? İmam Rıza öz imamlıq vəzifəsini, vəlilik və vilayət məsələsini səfər boyu da göstərir. Səfər boyu Mə'munun dediklərinin əksinə olaraq çalışır, şiələrin yaşadığı məntəqədən, Əhl-i Beyt dostlarının yaşadığı məntəqələrdən keçsin. Baxmayaraq ki, çox məntəqələrdən qoymurlar. Və bütün məntəqələrdən keçəndə çox izdihamla möminlər tərəfindən, müsəlmanlar tərəfindən qarşılanır. Və hər yerdə dayanır, onlar üçün söhbət edir, onlara nəsihətlər verir. Yol boyu Musa ibn Yasar nəql edir, gəldik bir yerə çatdıq, biz karvanımız yolla gedirdi. O tərəfdə gördük bir iddə insan bir cənazəni dəfn etməyə aparırlar. İmam Rıza deyir, sürətlə öz miniyindən düşdü və qaçdı o cənazəyə tərəf. Getdi, girdi tabutun altına. Müşayiət elədi. Tabutun altında, tabutu qaldırdılar, aparırdılar. Tabutun altında müşayiət elədi bu ölünü, dünyadan gedəni. Gətirdilər, tabutdan götürdülər, qəbrə qoydular. İmam özü düşdü qəbrə. Onun qəbirdə təlqinini oxudu, qəbirdə onun o müstəhəb əməllər, vacibi əməllər ki, lazımdır, onu yerinə yetirdi, cənazə namazını qıldı və qəbrə düşdü, onu dəfn elədi. Musa ibn Yasar deyir, mən də baxıram, özüm də çaşbaş qalmışam, mən də elə imamın etdiklərini edirəm, kömək edirəm. Sonra cənazə bitdi. Mən imamdan soruşdum ki, nə Rasulullah, bu şəxs kimdir? Bunu tanıyırdınız, sizin yaxın dostlarınızdan, sahabələrinіздəndir. Dedi, yox, tanımırdım, yaxın sahabələrdir, amma bizim şiələrimіздəndir. Bizim muhiblərimizdəndir, bizi sevənlərdəndir, bizim tərəfdarlarımızdandır. Deyir, mən gördüm, bu qədər əhəmiyyət verirsiniz. Dedim, bəlkə yaxınlar dedi, yox, bizim şiələrimiz, hamısı bizim yaxınlarımızdır. Biz öz şiələrimizə, öz mühiblərimizə, bizi sevənlərə, bizim ətrafımızda olanlara, bizim ardıcılarımıza biz əhəmiyyət veririk. Mənim müsəlman və mümin qardaşımdır. Burada da imam öz imamlığını sabit edir. Həm imamlıq elmi ilə, həm öz vəliliyin sabit edir ki, vəli, başda gedən, höccət, öz ən aşağıda olan, hətta əskərlərinə, qulamlarına, dostlarına, hamısına əhəmiyyət verir. Həqiqətən də biz bunu Ayətullah Uzma Seyyid Əli Xameneinin həyatında görürdük. Onun böyük alimlərlə, müştehidlərlə görüşləri, böyük dövlət məmurları ilə, həm daxili, həm xarici dövlət məmurları ilə, xaricdən gələn prezidentlərlə, nümayəndələrlə görüşü, bu görüşlərə verdiyi əhəmiyyət necə idisə,
eyni ilə şairlərlə, mühəndislərlə, məddahlarla, xanımlar günü xanımlarla, qızlar günü, xanım Məsumənin mövlud günü, qız uşaqları ilə, şəhid ailələri ilə, qazilərlə, hamı ilə, yazıçılarla, onların yazdığı kitablar, hamıya əhəmiyyət verirdi. Hətta xırda nöqtələrinə qədər əhəmiyyət verirdi. Bəzən kitab gətirib verirdilər. İkinci görüşdə yeni nüsxəsini gətirib verəndə ağa deyirdi ki, mən köhnə nüsxəsini bütöv oxumuşam. Haralara nə lazımdır, nöqtələr əlavə eləmək. Mən orada bəzi əlavələr eləmişəm. O qədər əhəmiyyət verirdi və o qədər bu işlərə vaxt qoyurdu. İmam Rıza əleyhissalam və digər imamlar da öz ətrafdakilərine bu əhəmiyyəti verirdilər və bu bir vəlinin, bir höccətin imamlığını, qabağda gedən olmağını, ayıqlığını göstərir, bizə çatdırır. Çünki bu həqiqətən də bu vəlidir. Bu imamdır, bu qabağda gedəndir, bu höccətdir. Səfər boyu başqa hadisələr də baş verir. Məsələn, hadisələrdən biri budur ki, Nişapura gəlib daxil olanda hamı deyir ki, gələcək bizim evə. İmam Rıza aleyhissalamın həyatının burada Peyğəmbərin həyatına bənzəməsidir. Hamı deyir, gələcək bizim evə. Bir qoca xanım da köhnə evi olur, başlayır evin qabağını təmizləməyə. Deyirlər, sən nə edirsən? Deyir ki, inşallah İmam Rıza bizim evə qonaq gələcək. Deyirlər, o qədər burada böyük şəxsiyyətlər var, şəhərin valisi var, burada imamın nümayəndəsi var, böyük alimlər var falan. Məsələn, belə-belə. Deyir, mən ki, hazırlığımı görürəm. Mən küçələrimi təmizləyirəm, evimin qabağını təmizləyirəm. Bəlkə Allahın höccəti qədəmlərin qoysun mənim gözümün üzərinə və gəlsin bizim evə. Buyururlar ki, imamın miniyi, dəvəsi gəlir düz bu xanımın evinin qabağına. Qoca xanım ondan sonra ömrünün axırına qədər deyir, iftixar eləyirdi. Cəmaata özüm belə deyək, tərifləyirdi. Deyirdi ki, mən farsça banuye pəsəndidi həstəm. Mən seçilmiş xanımam ki, imam mənim evimi seçdi. Höccət mənim evimi seçdi. Necə ki, tarixdə oxumuşsunuz, hətta filmdə də görmüşsünüz ki, Peyğəmbərin dəvəsi gedir yetim uşaqların qapısında dayanır və imam, Peyğəmbər gedib orada yaşayır. Çox adamlar istəyirlər ki, gəlsin Peyğəmbər onların evinə. Və sonuncu və ən mühüm nöqtəni də nəzərinizə çatdırırım. Çoxlu nöqtələr var, daha çox uzatmaq istəmirəm. Nişapurda olanda imam minbərə qalxır və insanlar üçün xütbə edir. Xütbədə məşhur Silsilətü Zəhəb hədisi ki var, o hədisi deyir. Silsilətü Zəhəb hədisini nəql edəndə buyurur ki, mən öz atamdan, Musa ibn Cəfər, o atasından, İmam Baqir Aleyhisselam, İmam Sadiq Aleyhisselamdan, İmam Baqir Aleyhisselamdan, o atası İmam Saccad Aleyhisselamdan, o İmam Hüseyin Aleyhisselamdan, o İmam Həsən Aleyhisselamdan, o Əmir el-Muminindən, o Peyğəmbərdən və Peyğəmbər Həzrəti Cəbraildən və Həzrəti Cəbrail Allahdan nəql edir. Buna hədisi qüdsi deyirlər. Allahın dediyi hədis, Qur'an ayəsi olmayan sözlərinə Allahın hədisi qüdsi deyirlər. Qüdsi hədisdir. Silsiləsi də hamısı imamlar tərəfindən olduğu üçün Silsilətü Zəhəb deyirlər. Yəni bunun silsiləsi, bu zəncir var ki, gedir çatır Allaha, bu zəncir qızıldan olan zəncirdir. Yəni bu hədisin sənədi qızıldan üstün bir nədir? Hədisdir. Orada buyurur ki, Allah Teala buyurur,
Kəlimətu la ilahe illallah hisni. La ilahe illallah kəlməsi mənim qalamdır, mənim möhkəm qalamdır. Fəmən qalaha dəxələ hisni. Hər kəs bu kəlməni desə mənim qalama daxil olub. La ilahe illallah bilirsiniz də Quran-ı Kərimdə buyurur ki, qul la ilahe illallah tuflihu. La ilahe illallah deynən və nicat tap. Bu adamlara aiddir ki, müsəlman deyildilər. Peyğəmbər deyirdi ki, bu sözü deyin, Allahın əmri ilə Quran ayəsini dedi. La ilahe illallah deyin və artıq müsəlman olun. Yəni, müsəlman oldun nə olur? Təslim olursan. Təslim olursan, təslim olan şəxs nə edir? Gəlir, daxil olur sənin istədiyin yerə. Sənə təslim olur, sənin əhatə dairə və daxil olur. Burada da la ilahe illallah deməklə insan Allahın əhatə dairəsinə daxil olur ki, Allah buyurur, mənim əhatə dairəmə daxil olmaq, yəni elə bil ki, möhkəm qala divarlarından ibarət olan bir qala. Bu qalaya daxil olursa ki, düşmən oraya daxil ola bilmir. Siz təsəvvür edin, tarix boyu bunlar olub, xanlıqları, onlardan qabaqki tarixlərə, baxın Səfəvilər zamanına və ondan qabaqki tarixlərə. O zamanlar şəhərlər və ölkələr xüsusi qalalarla, xüsusilə də hakimiyyət orqanları qalalarda yaşayırdı və bu qalalar möhkəm hasarlarla bürünmüşdü və təqribən düşmən ora daxil ola bilmirdi. Allah Teala buyurur ki, la ilahe illallah kəlməsi mənim möhkəm qalamdır. Fəmən qalaha dəxələ fiiz. Hər kəs bu kəlməni dedi, Allahın vəhdaniyyətini, Allahın təkliyini qəbul etdi və təsdiq etdi, dilə gətirdi, mənim möhkəm qalama daxil oldu. Dəxələ hisni. Fəmən dəxələ hisni əminə min əzabi. Amandadır. Hər kəs mənim bu möhkəm qalama daxil olsa, mənim əzabımdan amandadır. Yəni artıq gəlib mənim qoşunuma daxil olmusan. Təsəvvür eləyin, iki qoşun bir-birindən müharibə edir. Bir qoşun qalib olan qoşundur, bir qoşun məğlub olan qoşundur. Bu qoşun ki, qalib olacaq, oradan məğlub olan qoşundan hər kəs gəlir, daxil olur bura, artıq bu qoşunun, bu, belə deyək, güclü qoşunun əzabından amanda qalır da. Əzabından amanda qalır nə deməkdir? Yəni artıq o döyüşəndə onu öldürməyəcək. Onun tərəfindən döyüşür. Artıq onun yanındadır. Əzabından da amandadır. Allah Teala da buyurur ki, hər kəs gəlsə, mənə təslim olsa, İslamı qəbul etsə, la ilahe illallah desə, mənim yolundan getsə, mənim əmrlərimə tabi olsa, peyğəmbərlərimi və imamlarımı qəbul etsə, halal haramlarıma riayət eləsə, nə olacaq? Mənim əzabımdan amanda qalacaq dünya və axirətdə. Əsas əzab da ilahi əzab, uxravi əzabdır ki, əbədi əzabdır. Bu dünyada da ilahi əzab var, axirətdə də var. Əsas uxravi, yəni axirət əzabıdır. Ki, mənim əzabımdan buyurur nədir? Amanda qalır. Amma əzab hər ikisi var. Həm dünya əzabı, həm axirət əzabı. İmam Rıza Aleyhisselam hədisi dedi və buyurdu ki, fəşurutuha. Ya bəzi yerdə deyir ki, şərtuha və şurutuha. Ya bəzi yerdə var ki, bir şurutiha. Bağlıdır bəzi şərtlərə. Yəni, bu la ilahe illallah kəlməsi mənim möhkəm qalamdır. Hər kəs bu kəlməni desə, mənim möhkəm qalama daxil olacaq və hər kəs mənim möhkəm qalama daxil olsa, əzabımdan amanda qalacaq. Bu, bir sıra şərtlərə bağlıdır. Yəni, bəzi şərtlər var ki, əgər o şərtləri yerinə yetirsən, sən o şərtlərlə daxil ola bilərsən. Yəni, elə sadəcə la ilahe illallah kəlməsini deməklə sən o qalaya daxil ola bilməzsən. Bəs şərtləri var. Buyururlar ki, imam bunu dedi, minbərdən düşdü. Pillələrlə düşürdü. Bir neçə pillə düşəndən sonra dedi ki, وَأَنَا مِنْ شُرُوتِهَا. Və mən
o şərtlərdən biriyəm. Yəni mən İmam Rıza imam olaraq Allahın yeryüzündə hüccəti olaraq, vəli olaraq, rəhbər olaraq Allahın əzabından amanda qalmaq üçün daxil ola biləcəyin o qalanın şərtlərindənəm. Gərək məni qəbul edib, məndən istifadə edib, məni vasitə eləyib, Allahın o möhkəm qalasına daxil ola biləsən. Məqsədi mən Əli ibn Musa Rıza deyildi. Məqsədi vəli idi. Məqsədi hüccət idi, imam idi. Yəni, əgər sən Allahın əzabından amanda qalmaq üçün onun möhkəm qalasına daxil olmaq istəyirsənsə, gərək Allahın hüccətindən keçəsən. Gərək Allahın imamından keçəsən, yəni onları vasitə eləyəsən. Yəni onları neynəyəsən? Qəbul edəsən. Burada da, bu hədisdə də vilayət dərsini, vilayət məktəbini yenə də bu səfər boyunca insanlara çatdırdı ki, ey insanlar, bilin ki, Allahın hüccəti olmasa siz Allaha çata bilməzsiniz. Allahın vəlisi, Allahın yeryüzündəki nümayəndəsi, xəlifəsi olmasa siz Allaha yaxınlaşa bilməzsiniz. Allahın möhkəm qalasına daxil ola bilməzsiniz. Baxın, əzizlər, Allahın sözləri, Quran ayələri həmişə ya bir-birlərindən, ya hədislə bir-birini tamamlayıblar. Bir-birindən möhkəmləniblər. Allah hədisdə buyurdu ki, La ilahe illallah kəlməsi mənim möhkəm qalamdır. Hər kəs bu kəlməni desə, mənim qalama daxil olur və hər kəs qalaya daxil olsa, əzabımdan amandadır. İmam Rıza gəldi, onu kamilləşdirdi və tamamlaşdırdı. Ona görə Əmir əl-Möminini Qədirxunda seçəndə ayə nazil oldu ki, Əl-yevm əkməltu ləkum dinəkum və ətməmtu aleykum ni'məti. Və sonunda buyurdu, və razitu ləkumul İslamə dinə. Niyə? Çünki imam yox idi, din kamil deyildi, nemət tamam deyildi və İslamı hələ din kimi qəbul olunmağına Allah razı deyildi. Əmir əl-Möminin Allahın yeryüzündə hüccəti, Peyğəmbərin yeryüzündə canişini, Allahın yeryüzündə xəlifəsi seçildi, vəli seçildi, imam seçildi, din kamil oldu. Nemət tamamlandı və İslam dinini Allah din olaraq qəbul etməyə razılaşdı. Ona görə də İmam Rıza aleyhissalam buyurur ki, nədir? Ənə min şurutiha. Yəni imam min şurutiha. Vəli min şurutiha. Allahın vəlisi, imamı, hüccəti Allahın möhkəm qalasına daxil olmaq üçün bir şərtdir. Yəni, başqa bir şərt yoxdur. Başqa bir yolu yoxdur. Hər nə iş görürsən gör, əgər hüccətin olmasa, əgər imamın olmasa, əgər vilayətin olmasa, vilayət xəttində olmasan, vəlini qəbul eləməsən, hər nə eləyirsən elə. Allahın möhkəm qalasına daxil ola bilməzsən. Əgər Allahın möhkəm qalasına daxil ola bilməsən, demək Allahın əzabından amanda deyilsən. Allahın əzabı da cəhənnəmdir. Bəs cəhənnəmdən qorunmaq üçün, behişdə daxil olmaq üçün gərək biz vilayət xəttin qəbul edək. Vilayət xətti ilə gedək və o vilayətdir ki, bizi Allaha və behişdə çatdırır. Ki, Şiə alimlərinin nəzərlərindən bəzilərini dedik, həmçinin İmam Xomeyni kimi böyük şəxsiyyətin və hal-hazırda olan bütün böyük müştehidlərin, böyük şəxsiyyətlərin, Ayətullah Məkarim Şirazi, Ayətullah Nuri Həmədani, Ayətullah Cəfər Sübhani, Ayətullah Misbah Yazdi rəhmətullah aleyh, Ayətullah Cavadu Amili və digər böyük şəxsiyyətlərin nəzərləri hamısı vilayət, fəqihin
mütləq olması və vilayəti fəqihin elə peyğəmbərin vilayəti olması deməkdir. Bəs bu vilayət xətti davam edir, möhkəm olaraq davam edir və inşallah davam edəcək ta ki Peyğəmbər sülaləsinin sonuncusu və Allahın yer üzündə sonuncu höccəti, Allahın ehtiyatda saxladığı bəqiyyət-Allah zuhur etsin və bu vilayəti fəqih xətti imamət xətti ilə öz hakimiyyətini yer üzündə kamilləşdirsin və insanları Allaha tərəf gedən yolda kamilləşdirsin, təkmilləşdirsin və saadata çatdırsın. Allah Teala da bizi inşallah vilayət xəttində möhkəm olanlardan qərar versin. Allah Teala inşallah bizi İmam Zaman Ağanın həqiqi aşiqlərindən qərar versin. Dualarımızı öz dərgahında qəbul eləsin. Vəssalamu aleykum və rəhmətullah və bərəkət.